Məsələ 2. Kök altda x'in üstü kök altda x, onun da üstü kök altda x və bu proses sonsuza qədər davam edir. Bərabər üçdə 1 olarsa x'i tapın. Deməli, belə bir sonsuz qüvvətli ifadə üçdə 1'ə bərabərdir. Buradan x'i tapar. Mən kənarda sol tərəfdəki ifadəni bir y ilə əvəz eləyirəm. Deməli, kök altda x'in üstü kök altda x və s. sonsuzluğa qədər. Bu isə y olduğundan, sonsuzluğa getdiyindən bu da y olacaq. Kök altda x'in üstü y. Və y-də bu ifadə də üçdə 1'ə bərabər olduğundan sağda biz belə yaza bilərik. Üçdə 1'dir bu. Deməli, onda yazacaq kök altda x'in üstü y-də üçdə 1'dir. Olacaq üçdə 1 bərabərdir üçdə 1'ə. Bax, belə bir ifadə. Çünki bunun özü də üçdə 1'ə bərabərdir. Bu y üçdə 1'dir və götürüb y-in qiymətini yerinə yazdım. Bərabər oldu üçdə 1. Sol tərəfi sadələşdiririk bu düsturla. A üstü n'in üstü m sizə məlumdur ki, bərabərdir A üstü n vuraq m. Və burada alıram x'in üstü 2də 1'in qüvvəti üçdə 1. Bərabərdir üçdə 1'ə. Düsturu tətbiq eləsək sol tərəfə, x'in üstü 6'da 1 bərabərdir üçdə 1. İrasional tənli kimi demək olar. Burada sol tərəfə x'in üstü 6. Hər iki tərəfi 6-cı dərəcədən qüvvətə yüksəldirəm. Onda olacaq, bu verir elə x'in özü bərabərdir üçdə 1'in üstü 6. Bu da bərabərdir 729'da 1. Beləliklə, verilən tənliyin cavabı x bərabərdir 1/729.